Lisey və gimnaziyalara qəbul qaydaları ilə bağlı vacib açıqlama verildi. Azərbaycan Respublikası Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarına dəyişikliklə bağlı açıqlama yayıb. Reportun məlumatına görə institutun yaydığı açıqlamada 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verildiyi qeyd olunub. Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq 5, 6 və 8-ci siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında 4, 5 və 7-ci sinifdə təhsil alan şagirdlərin də iştirakı təmin ediləcək deyə məlumatda bildirilib. Qeyd edək ki, sosial şəbəkədə bəzi valideynlər lisey və gimnaziyalara qəbul qaydalarından xəbərsiz olduqlarını əsas gətirərək məsələyə etirazlarını bildirib.